Son bir neçə gündə mən böyük bir sevgi dalğası ilə rastlaşdım bizim sosial media istifadəçiləri tərəfindən. Siz bilirsiniz ki, mənim 400-dən çox videom var YouTube kanalımda, Instagramda, TikTokda və mən hekayə janrını çox sevirəm. Ben hansısa publik bir şəxsi götürürəm, onun hekayəsini danışıram və bu hekayədən biz nə öyrənə bilərik? Onun üzərində qısa videolar hazırlayıram. Belə hekayələrdən biri 20 yaşlı varlı ailədən atasından incimiş bir stereotipik qız obrazı idi. Və bu obrazın yaşadığı travmalar onun gələcək davranışlarına necə təsir etməsi barədə idi. Lakin bu videonu izləyərkən kütlə iki hissəyə bölündü. Birinci hissə hansı ki səthi və dayaz düşüncəli insanlar idi. İlk növbədə soruşdular, o adam kimdir? Fərqi nədir, kimdir? Söhbət adamdan getmir, söhbət hekayədən gedir və hekayədən öyrənəcəyimizdən gedir. Və ikinci qrup insanlar düzgün anladı. Mən 2 dənə millenial qızın atası kimi onlara görə çox narahatam. Hal-hazırda biz valideyn olaraq bir çox influencerlərlə rəqabət aparırıq uşağın böyüdülməsi perspektivindən. Biz onlara nəsə öyrədirlər, onlar gedirlər sosial mediadan nəsə öyrənirlər və bunu necə tarazlaşdıra bilərik, bu məni narahat edirdi. Və ona görə mən çoxlu araşdırmışam bu məsələni və bu araşdırmalar nəticəsini sizinlə paylaşmaq istərdim. Misal üçün, bu hekayəni götürək, hardakı cavan qız, təcrübəsi olmayan bir qız, qadınların azadlığını propaganda edir. Azadlıq pozitiv dəyərdir. Sözsüz ki, mənim azadlıqla bağlı 1 saatlıq podkastım var Mayr Yaqubdan. Orada sırf elmi araşdırırıq da azadlıq nə deməkdir. Lakin hər bir dəyərin təməlində hansı bir travma durur. Travma negativdəndir. Və mənim araşdırma və müşahidələrim onu göstərir ki, azadlığı tələb edən, özünü təməl dəyər kimi görən qadınlarda travma etibarsızlıqdır. Və bu travmanı yaradan bir nömrəli günahkar şəxs qızın atasıdır. Mən bunu aşkar edəndə mənə çox təsir etmişdi. Bu səbəbdə mən sizə 4 stereotipik ata obrazı üzərindən qurulmuş bir hekayəni danışacağım. Bəlkə hansı bir ataya bu faydalı ola bilər. Bəlkə hansı bir cavan qıza bu faydalı ola bilər, özünü bu hekayələrdə görə bilər. Birinci stereotip ata emosional, açıq olmayan atadır. Mən dəfələrlə demişəm ki, qadınlar emosiyalar üzərində bu dünya ilə kommunikasiya edir, kişilər isə məntiq üzərindən edir. Və burada kollaps yaranır. Biz atalar düşünürük ki, əgər qızlarımızı tam təmin ediriksə, ən yaxşı məktəbə aparırıqsa, ən yaxşı geyim alırıqsa, ən yaxşı yemək alırıqsa, biz onlara sevgimizi göstərmiş kimiyik. Amma bütün bunlar məntiqidir, amma emosional deyil. Əslində balaca qızlar, xüsusən onlar ergənlik yaşına çatmamışdan öncə 7-10 yaşında, onlar atasından sevildiyini eşitmək istəyir. Gözəl olduğunu eşitmək istəyir. O istəyir ki, atası onu götürsün, qucaqlasın bərk-bərk və desin ki, qızım, mən səni çox sevirəm. Qızım, sən dünyanın ən gözəlisən. Baxın, təkcə bu sözlər, hansı ki tam pulsuzdur, sizin qıza xərclədiyiniz milyonlarla manata dəyər. Və əgər qız atasından bu sözləri eşitmirsə, o daim olaraq dəyərsizlik proqramında həyatını davam edir. O düşünür ki, o sevgiyə dəyməz və həmişə öz sevgisini sübut etməlidir. Və onda təşvişli bağlılıq tipi yaranır. Siz bağlılıq nəzəriyyəsini oxuya bilərsiniz, orada bütün tiplər barədə ətraflı məlumat. Təşvişli bağlılıq nədir? Mən daim olaraq dəyərsiz hiss edirəm özümü və özümü dəyərli hiss etmək üçün mən öz sevgimi kişimə sübut etməliyəm. Necə ki, mən atama sübut etməliyəm. Mən onu sevirəm və o da məni geridə sevsin. Sonradan o həyat yoldaşına qarşı bu cür yanaşma aşılanmağa başlayır və özündən keçir, özündən daha çox verir, nəinki alır. Və təşvişli qadınlar daim olaraq qaçan bağlantı tipində olan kişilərlə münasibət qurmağa can atır. Niyə görə qaçan kişilər? Qaçan kişilər anasından sevgi almayan kişilərdir və ona görə daim olaraq qadınlardan gözləyirlər ki, qadınlar onlara sübut etsinlər öz sevgisini. Təşvişli qadına da məhz bu lazımdır ki, o da sübut etsin. Və ilk 1-2 ildə hər şey yaxşıdır, qadın özündən çox verir. Həmin bu kişi heç vaxt görmədiyi sevgini görür. Lakin hansısa bir müddətdən sonra bu sevgi o qədər çox olur ki, bu qaçan tipli kişi üçün. O hər şey atır, qaçır, dözmür. Yəni ki, bu qədər emosional bağlılığa dözmür, qaçıb gedir. Və qadın nə olur? Tənha olur. Niyə görə? Çünki atası sadəcə olaraq ona, qızım, mən səni sevirəm. Sən çox gözəlsən, sən ən gözəlisən, demir. İkinci stereotipik kişi növü hipermaskulin kişilərdir. Hipermaskulin kişilərin ən böyük problemi odur ki, onlar fiziki və mənəvi
abuz edə bilirlər qadınlarını. Və əgər qız belə bir ata ilə böyüyürsə, görürsə ki, onun anasına qarşı münasibəti kobuddur, ən azından hardasa abuzivdir, mənəvi ya da fiziki, o gələcəkdə özü üçün belə bir ər istəmir və o gedir infantil bir kişi ilə münasibət qurur ki, yəni atasına müqayisədə deyir ki, Allah şükür bu sakitdir. Lakin infantil kişilərin bir problemi var, onlar qadınlarına sahib çıxa bilmirlər. Onlar çox femindirlər, qorucu istikləri azdır və bu səbəbdən qadın özünü sahiblənmiş hiss eləmir və qadına isə bunu hiss etmək çox-çox vacibdir. Və nə baş verir? İlk 5 ildə normal yaşayırlar, o deyir ki, nə yaxşıdır, başım sakitdir, amma sonra qadın anlayır ki, bu onun kişisi deyil və yenə də tənha hiss edir özünü, tənha qalır. Üçüncü stereotip kişi infantil kişidir. İnfantil kişilər adətən necə olur? Onun anası onu çoxlu aşağılayıbdır uşaqlıqda, onu kiminsə müqayisə edibdir, sən axmaqsan, sən bacarıqsızsan deyib. O da sonra gedir eyni arvad alır. Arvad da eyni sözləri ona deyir ki, sən pul qazana bilmirsən, sən axmaqsan, bacarıqsızsan, mən niyə görə ümumiyyətlə sən ərə getmişəm və bu formada çoxlu kompleks içində böyümüş bir ata obrazıdır. Qız övladı belə infantil atanı görəndə o yetərincə maskulin enerjisini almır və gələcəkdə hipermaskulin bir kişi seçir. Və hipermaskulin kişi seçəndə nə baş verir? Biz bilirik ki, onun abuz ehtimalı çox böyükdür. Onu başlayır fiziki ya da mənəvi abuza qoymağa. Hansı müddət ərzində qadın bunu qorxusundan dözür, amma yenə də özünü çoxlu tənha hiss edir və sonda da yenə də münasibət bitir. Dördüncü stereotipik ata obrazı olmayan atadır. Bu iki halda baş verə bilər. Ya valideynlər boşanır, qız anası ilə qalır. Anası da öz egosundan qızın atası ilə görüşməyə imkan yaratmır. Burada vacib faktor odur ki, atanın qızına qarşı abuzu yoxdur, mənəvi ya da fiziki. O zaman qoymamaq lazımdır. Amma hətta pis ata, tənbəl ata, nə bilim gəzəyən ata obrazı heç bir ata obrazının olmamasından qat-qat yaxşıdır. Ona görə burada çağrışım analaradır. Əgər uşağın fiziki və mənəvi təhlükəsizliyinə bir risk yoxdursa, mütləq ataları ilə kommunikasiyasını saxlasınlar. Atanın olmamasının digər bir səbəbi o da ola bilər ki, ata rəhmətə gedibdir. Bu zaman daha geniş ailə qoşulmalıdır. Qızın babaları həmin o enerjini verməlidir. Qızım, mən səni sevirəm, sən dünyanın ən gözəlisən deməlidir. Əmiləri, dayıları. Ögey ata ilə çox ehtiyatlı olmaq lazımdır. Çünki statistikaya görə uşaqlara qarşı ən şiddətli abuz ögey valideyn tərəfindən olur. İstər ögey ana olsun, istər ögey ata olsun. Ona görə əziz valideyn, əgər sən yenidən evlənmək istəyirsənsə, partnyor seçimində birinci növbədə uşağı düşün. Düşün ki, onun üçün o necə valideyn olacaqdır, ögey valideyn olacaqdır. Mən uşağımı risk altına qoyacağam, yoxsa yox. Sonra özünüzü düşünün. Ümid edirəm faydalı oldu. Uğurlar.